Salam dəyərli dostlar, yenə Bolnis, yenə Dəllər və bu dəfə podkastımızın qonağı Şöhrət Adgözəlov, yerli, sakin, gənc və eləcə də Dəllər kəndindən son 3 ildə baş verən bir sıra sosial məsələlərdə kifayət qədər deyərdim ki, aktiv iştirak edən bir şəxs olaraq qonağımızdır. Şöhrət, salam. Salam Rabir, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Nətərdir kənddə vəziyyət bu yay? Elə bu yaydan başlayaq. Kimdir 5-ci ilin yayı, hava yaxşıdır, ətraf da gözəldir, yenə Dəllər. Necə keçdi bu yay bu kənddə və son vəziyyətləri necə dəyərləndirirdin? Bir daha təşəkkür edirəm. Bizim kəndin təbiəti barədə vurğu elədiniz. Təbii ki, hər şey yaxşıdır, yəni təbiətimiz kənd superdir, amma bir reallıq var ki, bu reallıq həmişə bizi narahat edir və narahat eləməyə də davam edəcəkdir. Bu reallıq aləmci reallığıdır. Ki, məncə bu narahatçılıq sadəcə burada yaşayanlar üçün, yəni xüsusidir, kənardan baxanlar üçün mən inanıram ki, bu narahatçılıq sadəcə fərqli ola bilər, amma burada yaşayanlar üçün bu narahatçılıq xüsusidir. Çünki burada yaşayırıq, burada doğulmuşuq və burada yaşamağa davam edirik və düşünəndə ki, təbiətimiz məhv olur və gələcəkdə də təəssüf ki, bu proses davam edəcəkdir və bu bizə təbii ki, pis təsir göstərir. Hər nə qədər bu barədə danışmasaq da, deməsək də, danışmaqdan, deməkdən çəkinməsək də, mən inanıram ki, bu narahatçılığı üzərimizdə var. Bu narahatçılıqlar belə deyək, artıq 3 ildir var, aktiv şəkildə, hər kəs bilir. Bir çox insan bu məsələdə iştirak edirdi. İmza kampaniyaları, etiraz aksiyaları, kənd iclasları və s. Bugün bəs necə dəyərləndirir insanlar bu narahatçılıqlarında? Nəsə bir çıxış yolu görürlərmi? Və yaxud sən özün necə dəyərləndirirsən? Hər hansı bir çıxış yolu varmı? Və bu çıxış yolu varsa, bunun belə deyək, standartı necə olmalıdır? Və əsas məsuliyyət daşıyan kimdir? Yerli xalqdır, RMC-dir, dövlətdir və yaxud necə? İlk öncə onu deyim ki, biz hüquqlarımızı bilmirik. Yəni, bizim əsas hüquqlarımızdan biri təhlükəsiz və sağlam mühitdə yaşama hüququdur və ekoloji məsələlərdə məlumat almaq hüququdur. Bu hüquq konstitusiya ilə təmin olunan bir hüquqdur və RMC kimi şirkətlərin karyer fəaliyyətinə başlayanda təbii ki, bu qanunvericiliklə bu hüququ nəzərə alaraq yerinə yetirir və baş verən istənilən prosedur, scoping müzakirəsi olsun, ətraf mühitə təsirin qiymətləndirilməsi, dokumentin müzakirəsi olsun və bu prosedurlarda təsir zonasında olan əhalinin fikirləri, düşüncələri nəzərə alınır. Ancaq burada boşluq ondan ibarətdir ki, bu fəaliyyətə başlamadan, yəni başlama prosedurunda əhalinin biz bunu istəmirik, yəni təbiətimizi uçurmayın demək fikri demək olar ki, nəzərə alınmır. Yəni, çünki əgər RMC fəaliyyət göstərirsə və bunun bir qanuna əsasən bir təsdiqi varsa ki, ətraf mühitə ziyan dəymir və biznes üçün eləyirik və sonra da rekultivasiya işlər gedir, bunun proyekti hazırlanır və əhali çıxıb deyə bilmir ki, təbiətimizi uçurmayın. Yəni, qanuni çərçivədə, formal çərçivədə mən inanıram ki, və zaten belədir ki, bunu dayandırmağın bir yol yoxdur, təəssüf ki. Yəni, Gürcüstan qanunvericiliyi, bugünkü parlament, belə deyək, ətraf mühit məsələlərində ilk növbədə vətəndaşın maraqlarını yox da, şirkətin maraqlarını üstün tutur. Bəli. Bugünkü qanunvericilikdə hər hansı bir şirkət formasında yoxdur ki, yerli əhali vətəndaşlar və yaxud narahat olan vətəndaş sırf bir nəfər müraciət etsin və bu işdə bir növ dayandırılmasını tələb etsin ki, qanuni şəkillə məhkəmə işi geçsin və s. Bəli, yoxdur və hətta biraz belə bir məsələ var ki, əvvəllər ümumiyyətlə şirkətin özü deyir ki, bunu əvvəllər gəlib təsir zonasında olan əhalinin ümumiyyətlə söhbət aparmıyordıq.
ümumiyyətlə onlara məlumat vermirdi. Amma indi qanun bunları məcbur edir ki, gəlsinlər məlumat versinlər, nə iş aparacaq, nə iş görəcək və bu şəkildə. Amma ən böyük məncə boşluq odur ki, və hazırda ən böyük təhlükə odur ki, şirkətin böyük lisenziya əraziləri var. İlk öncə onu deyim ki, əhalinin iştirak prosesi sadəcə karyera işləmə məsələsində ola bilər və lisenziyaların verilmə məsələsində əhalinin iştirakı olmur. Yəni, əhali bilmir ki, maraqlanan tərəflər bilmir ki, hansı lisenziya verildi, kimə verildi, kim tərəfindən verildi və sadəcə onu öyrənirik ki, sabah şirkət gəlib ictimai müzakirə keçirir və burada mədən işləri, mədən tapmaq üçün işlər görməlidir. Sadəcə bunu bilirik. Ən pis tərəfi də odur ki, şirkət iri lisenziya ərazilərində işləyərkən proyekti böyük proyekt şəklində yox da, xırda proyektlər şəklində görür və bu şəkildə görəndə ətraf mühitə təsir dokumenti nə əsasən ziyan daha az görünür və yavaş-yavaş bu proyekti bu şəkildə böyüdür. Belə bir praktika var və təəssüf ki, qanunvericilikdə bunu regulasiya edən heç nə yoxdur və 5 ildən 10 ildən sonra görürük ki, iri karyerlərin hadisəsindəyik. Aydın, artıq şirkət də müəyyən bir strategiya formalaşdırıb özünə. Baxmırıq ki, lisenziya sənədləri Bolnisin başlanğıcından KVŞ-ə qədər var artıq. Araşdırma işləri və ildən ilə artır. 2022-ci ildə xatırlayıram, Dəllər kəndində etiraz aksiyası olanda yeni bir lisenziya satıldı. 2023-cü ildə 20 illik bir lisenziya idi da və orada artıq Faxralı, Kəpənəkçi, Arıqlı, Kvəyiş, Radevani, Xat İsoperli, bir də Marnolat keçən tərəf Faxralıdan sonra meşələrdən bu yer ərazidə araşdırma işlərinin aparılması lisenziyası idi və yəni sadəcə bu tərəfin lisenziyası deyil, Bolnisin bir hissəsi deyil, artıq ikinci hissəsi də lisenziyası var, əlavə bir lisenziya və demək olar ki, 2050-ci ilə qədər bu şirkət araşdırma və qazıntı işləri, artıq qızıl, mis, gümüş və digər dəyərli belə də metalları çıxarda bilir. Maraqlıdır ki, niyə bugünə kimi Gürcüstan hökuməti hal-hazır ki, Gürcü arzusu, belə deyək, hansı ki, son 12 ildir idarə edir ölkəyi. Düzdür, RMG şirkəti 2012-də artıq başlamışdı fəaliyyətə, yəni keçmiş hakimiyyət dövründə başladı. O da onların bir səhvi və bunların da davam etdiyi səhvi odur ki, hər hansı bir qanun çərçivəsi yaratmır insanların haqlarını qorumaq üçün və Gürcüstanda deyəndə ki, insan haqları qorunmur, həmişə onunla rastlaşırıq ki, niyə qorunmur, bizdə hər şey yerindədir, diskriminasiya yoxdur və s. və s. Amma ola bilər, haradasa bir yerdə göstərilir ki, diskriminasiya yoxdur, amma öz-özündə keçəndə bələdiyyə büdcəsində diskriminasiya var. Elə bugün Dəllərin vəziyyətini görəndə diskriminasiyada Bolnisin ümumi vəziyyətli diskriminasiyanın göstəricisidir və xüsusən də insanların sağlamlığını qorumamaq artıq böyük bir insan haqqını qorumamaq deməkdir. İnsan haqqı dərkən bəzən nələr işləyirik? İnsan haqqı termini o qədər geniş miqyaslı bir şeydir ki, haqlar nədən ibarət olduğunu tam da başa düşmürük, dərk etmirik. Amma düz vurğuladın, sağlamlıq məsələsi yəqin ki, ən təməl və müqəddəs haqqdır. İnsan sağlam mühitdə yaşamalıdır. Sən də bu kəndlərdə olan proses hal-hazırda bizim insanlarla, burada yaşayan insanlarla söhbət edəndə onlar nə qədər məlumatlıdırlar, nə qədər bilirlər zərərlər haqqında. Məlumatları var, gözlərlə görürlər ki, karyerlər də genişlənir, artır. Bəs onların gələcəyi ilə bağlı və zərərləri haqqında məlumatları varmı səndə? Əlbəttə, əhali düşünür ki, ziyandır. Yəni, bir yerdə ki, təbiət məhv olursa, orada əlbəttə ziyan gözləyə bilərik. Nə tər olmasa da, aydın məsələdir ki, RMG-nin fəaliyyəti müddətində heç nəyi demək olar təmiz görməyiblər. Bunu özləri də etiraf edirlər. Yavaş-yavaş nələrsə dəyişiklik edilib, ətraf mühitə belə deyək, ziyanı aradan qaldıra bilər. Amma bu qeyri-mümkün bir şeydir. Çünki kollektiv bir kumulativ bir təsir var. Hansı ki, bu ən çox mailə gəlir ki, tozlanma ilə baş verir və ağır metallar bu şəkildə ətraf mühitə yayılır. Bu ağır metallardan da demək olar malqara gedir orada otlayır və bundan biz istifadə edilir və bu şəkildə hər tərəfə yayılır. Və demək olar ki, bu proses yavaş
gedir və bir 10-15 ildən sonra bunu demək olar biz təsirini görəcəyik. Əlbəttə, əhali də bu barədə narahat, amma kifayət qədər məlumatlı deyil. Yəni, bu da artıq demək olar ki, şirkətin problemidir, dövlətin problemidir ki, ətraf mühit məsələlərində əhali məlumatlandırsınlar. Çünki təsir zonasındayıq və bu bizim hüququmuzdur və bu hüquq nə qədər reallaşır, onun özü də böyük bir sual altındadır. Belə bir məsələ var ki, onsuz da kənd olaraq bir çox servislərdən məhrumuq. Yəni, göz qabağındadır, nə düzəmməli yolumuz olub, nə su olub, bunu ayrımcı çəkir, bunu eləməməlidir, dövlət eləməlidir. Və belə bir şey yaranır ki, belə bir fikir yaranır ki, bizdə sosial ədalət yoxdur burada və sosial ədalətin olmadığı bir yerdə əhali çıxıb ekoloji ədalətdən danışa bilməz. Hələ həyatda qalmaq üçün, həyatda qalmağı fikirləşirik, qaldı ki, təbiətimizi fikirləşək. Yəni, bu istər-istəməz eyni zamanda ayrımcı kimi şirkətlər üçün mümbit bir sosial şərait yaradır ki, gəlsinlər burada öz fəaliyyətlərini görsünlər. Təəssüf ki, reallıq bundan ibarətdir. Təəssüf ki, belə bir vəziyyətdə yaşayırıq. Ümumiyyətlə, sıx-sıx danışırıq ki, niyə Avropada fərqli bir reallıq var, demokratik mühitdə yaşanır, dövlət institutları demokratik şəkildə işləyir və bizdə fərqlidir. Çünki o sosial mühitin elə təməlləri infrastruktur bazisdə tələblər, infrastruktur tələblərindən asılıdır. Yəni, bizim bugün suya ehtiyacımız var və demokratiya haqqında, sağlam mühitdə yaşamaq haqqında, inkişaf, təhsil haqqında düşünə bilmirik. Çünki su yoxdur, yol yoxdur, qaz yoxdur, məktəb yoxdur, gündəlik həyatda qalmaq üçün pul yoxdur və pul qazanmaq lazımdır. İnsan gündəlik həyatında o qədər əziyyət içində keçirir, torpaqda işləyərək və yaxud çobanlıq edərək və yaxud gedib qıraqda bir yerdə işləyərək ki, demokratik inkişaflar, təhsil və s. ondan heç bir vaxtı qalmır, təəssüf ki. Bu acı bir reallıqdır və bu acı reallıq içində yaşamağa davam edəcək hələ ki. Bir ümiddir ki, dəyişər, amma yenə də düşünürəm ki, biz bir növ eləməz bu podkast vasitəsilə başqa etdiyimiz aktivliklərlə insanlara məlumatlandırırıq. Mənim qarşıma sıx-sıx çıxanda kim ki bu məsələyi bilir, maraqlıdır ki, insanlar məlumatlıdır. Xüsusən də gənc nəsil, deyərdim ki, 40 yaşa qədər insanlar çox yaxşı bilir dərlər məsələsini, aşağı Güllər məsələsini, Beytəkərdə, Qaziritdə nə baş verir və buna qədər çirkli su olaraq və yaxud kirlənmiş hava olaraq gəlir və onlara zərər toxunur. Amma hər hansı bir kollektiv şəkildə iş aparmaq və etiraz etmək məsələsində insanlar geri çəkilir. Bu geri çəkilməyə nəyə bağlayarsan sən? Niyə insanlar geri çəkilir də məhkəmə iş aparmır və yaxud kollektiv olaraq etiraz etmirlər? Amma onunla əlaqələndirərdim ki, yəni, burada yaşayan insanlar ilk növbədə ekonomik qeyri-stabillik yaşayırlar. Yəni, işsizlik, yəni bir problem işsizlikdir və ayrımcı şirkəti demək olar ki, bax, bu işsizlik məsələsindən də istifadə edərək bir növ istismara da cəhd edir və bunu bacarır. Mən belə bir tarixi faktda nəzər salmaq istəyirəm. Sağdırsi məsələsi, hansı ki, 2013-2014-cü illərdə səhv eləmirəmsə baş vermiş çox mühüm bir hadisə idi və orada demək olar, bax, bu kapital reallığının insan və təbiət istismarında göstərdiyi bu işləri bir növ önə çəkirdi bu məsələ. Sağdırsidə nə baş vermişdi? Sağdırsi abidə statusu var idi, arxeoloji abidə statusu var idi və ayrımcı bu abidə, yəni bu yeri, bu obyekti dağıdıb oradan mədəni çıxartmaq istəyirdi və buna görə də dövlətə böyük təzyiqlər elədi və o statusu əlindən aldı. Təbii ki, bunun özü böyük bir aksiyalara, ictimai reaksiyalara səbəb oldu aktivistlər tərəfindən və şirkət heç geri durmadı. Belə bir şey yarandı ki, şirkət axırda məcbur oldu ki, öz işçilərini sərbəst buraxa, yəni biz işləyə bilməyirik, o dağı biz istismar eləyə bilməyiriksə, sizə pul verə bilməyirik və işçilər getdilər nazirin yanında, Mədəniyyət Nazirinin yanında aksiya elədilər. Bir tərəfdən də başqa aksiyaçılar və iştirakçılar var idi ki, bu statusu ləğv eləməsinlər. Bir tərəfdən də işçilər etiraz edir ki, status ləğv olunsun, biz gedək orada işləyək. Amma məsələ o idi ki, o aksiya iştirakçıları hansı ki, imkan vermirdilər ki, etiraz edirlər ki,
RMC o dağı uçurmasın. Yəni onlar burada yaşamıyırdılar. Burada o sosial problemləri bilmirdilər. Burada çətinliklər bilmirdilər. Amma işçilər təbii ki, düşünmürdü ki, bu dağın belə bir əhəmiyyəti var. Xatırladım ki, Sağdırsi Gürcüstanda ümumiyyətlə dünyada ən qədim qızıl mağarası statusuna sahib idi və bunu xarici ekspertlər də təsdiqləyir. Hətta Gürcüstan hakimiyyətinə məktub ünvanlamışdılar ki, yəni bu dağı verməyin, yəni araşdırılsın, qədim bir tarixi bir obyekt, amma RMC bunu aldı. Əlbəttə işçilər bunu düşünmürdü. Onlar üçün mühüm olan nə idi? Təbii. Bu bir neçə süjetdə mən də görmüşdüm araşdırarkən. Orada 3000 ildən 5000 ilə qədər əvvəl 4000 ilə qədər insanın daş və dəmirlə işləmə prosesinin bir sübutu idi dünyada. Necə ki, Misirdə piramidalar var. Bəzi güclərlə deyir. Dedi ki, Misirdə piramidalar var. Bizim də Saqdrisimiz var idi elə. Və təəssüf ki, artıq o yoxdur. O Saqdris kompleksi də davam edir. Biz Darvaz dərəsi tərəfindən izləyəndə, xüsusən dağın başından çox yaxşı mənzərə görünür. İnsan gözündə görə bilir bu məsələyi. Bir tərəfdən Beytəkər görünür. Danciyənin arxa tərəfi, yəni xırama düşən karyerdir və bu Saqdrisdir. Yəni qarşında görə bilirsən və təsəvvür edə bilirsən ki, bu karyerlər genişləndikcə nə qədər ərazilər məhv olur, nə qədər torpaqlar məhv olacaq və xüsusən də bu dağlar artıq dağılacaq. Saqdris kompleksi çox geniş və böyükdür. Hətta bu dəqiqə Bolnis muzeyumunda RMC-nin maliyyəsi ilə eyni zamanda həyata keçirilmiş, orada uçurduqları artefaktlar durur və çox üzücü bir variantdır ki, niyə bu davam edilmədi? Hal-hazırda son 2 ildir artıq Oruzman kəndində, Aşağı Oruzman kəndində hər yay arxeoloqlar orada nəsə aşkar edir və təsəvvür edək ki, bu dağ kompleksində arxeoloqlar işləsə və xüsusən orada Almaniyadan və İsveçrədən arxeoloqlar işləyirdi. Onlar davam etsəydi, bugünə kimi orada nələr tapıla bilərdi? Nə qədər böyük bir tarixi zənginlik yaranardıq ki, Bolnisin və Dmanisin deyək ki, qarşı maraq artardı da. Təəssüf ki, bunu artıq itirdik və tarixdə və eləcə də coğrafiyada karyerlər xəritəsində yer alırıq. Bu işçilərin əksəriyyəti bugün burada maaş götürür, amma gələcəkdə qutarandan sonra maaş götürə biləcəkləri bəlli deyil, amma o insanların əksəriyyətinin sağlamlıq problemləri böyükdür. Mənim dostum yadıma düşür, çəkiliş edirdi Kazirdə və deyirdi ki, hər kəsdən soruşuruq, nə vəziyyətdəsiz, necəsiniz? Görünür ki, bu insanların sağlamlıq problemləri var. Hamısı deyir ki, razıyıq, işləyirik, maaşımız var orada, zavodda işləyirik, karyerdə işləyirik, amma bu insanların üzündə və sözündə eşidilir ki, çox böyük sağlamlıq problemləri var və məsələ oraya bağlıdır. Bizimkilər də elədir, sıx-sıx görürük ki, kəndlərin insanlar meyillidir ki, getsin orada işləsin. Dəllərdən işləyən insanlar varmı, yoxsa? Bəli, var və hər dəfə də artıq. Əvvəllər xatırlayıram ki, 2022-yə qədər dəllərdən 2 dəfə işləyirdi RMC-də, səhv etmirəmsə. İndi necədir bəs? Yerli insanları, yəni dəllərdə yaşayan insanları işlə təmin edə bilirlərmi karyerdə və yaxud zavodda? Şirkət deyib ki, Müşeyvan kəndindəki sakinlər, orada işləmək istəyənlərə prioritet veriləcəkdir. Və təbii ki, əmək qabiliyyəti olan demək olar əksəriyyət orada işləyə bilir və işi düzəlirlər. Və bu prosesi daha da artırmağı düşünürlər. Hal-hazırda nə qədər insan işləyir orada? Dəqiq statistika bilmirəm. Aydındır. Maraqlıdır, Bolnisin bələdiyyəsi ilə bağlı bu işçilərdə də Bolnis bələdiyyəsi xüsusən vurulur ki, işçilər sayını artırırlar, amma bir də görürsən ki, işçilər sayı yerli çətin işdə olanlardır da. Amma bəzi yüksək maaşlı işləri qıraqdan gətirirlər insanları. Başqa ölkələrdən və yaxud da ki, Tiflisdən yerli kapital, insan kapitalı ancaq və ancaq çətin ağır işlərlə yönəldilib belə də. Bəli, elədir. Çünki yüksək maaşlı işlər qabiliyyət tələb edir və təəssüf ki, bizim kənddə geologiya bitirmiş şəxslər demək olar yoxdur və o xüsusi işləri bacara biləcək adamlar da təbii ki, RMC deyib ki, niyə bizə götürək, yəni. Bunun özü böyük hazırlıq tələb edir bir növ. Kəndin ümumi iqtisadiyyatı dərkən, kənd təsərrüfatı, maldarlıq, kəndin böyük qismi bildiyim qədərlə maldarlıqla məşğuldur və bu ətraf ərazilərdə mal otarırlar, yaylağa gedirlər, otlaq, torpaq olaraq istifadə edirlər. Onların zərərləri haqqında məlumatın varmı və yaxud məlumat toparlayıbsınız, insanlarla danışıbsınızmı?
nə qədər zərər çəkirlər hal-hazırda kəndin otlaq yerlərində belə karyeraların açılmasından? Şirkət fəaliyyətə başlamadan əvvəl orada araşdırma aparırdı ki və göstərərdi ki, bu ərazilər otlaq sahəsi olaraq istifadə olunmur. Yəni kəndin bir növ ekonomik bir bağlılığı tam olaraq yoxdur və bunu sözdə isbat eləmişdilər. Amma yalan məsələdir, o doğru deyil. Biz o əraziləri otlaq olaraq istifadə edirdik və yenə də istifadə edirik və hazırki proyektdə bu deməli bizim o otlaq ərazilərimizdən bir növ məhrum olmamıza gətirib çıxartdı. Eyni zamanda da oradan otlaq ərazisi olaraq istifadə etməyin özü bir növ təhlükəlidir. Çünki çox böyük tozlanma olur orada və şirkət bunu çox az kontrol edir və tozlanma nəticəsində ətraf mühit çəkilənir və ümumiyyətlə mal-qaranın orada otlamağı ümumiyyətlə məqsədə uyğun deyil. Demək olar ki, biz gələcəkdə də o əraziləri itirəcəyik və bunun təsirlərini də görəcəyik böyük ehtimal. Bəs alternativ təklif olunurmu? Alternativ otlaq yeri və yaxud da ki, maldarlıqla məşğul olan insanlara otla təmin etməkdə, yəni malları üçün ot alıb gətirmək, onu maliyyələşdirmək. Bu məsələ kəndlə şirkət arasında imzalamış memorandumda həll olunmalı idi. Amma bunu belə elədik ki, yəni bu məsələ eyni zamanda əslində kompensasiya məsələsidir və bu ilk növbədə araşdırılmalıdır. Yəni bizə nə ziyan dəyir, bu ziyanın qarşılığında nə almalıyıq? Ona görə yox ki, şirkət bizə deyir ki, sizə bu qədər pul verin və hər şey həll olsun. Məsələ elə asan deyil təbii ki. Bunun təsirləri araşdırılmalıdır və təbii ki, dövlətdən biz bir növ kömək gözləməliyik ki, gözləyirik ki, bu məsələdə bizə kömək eləyirlər ki, bax... Kömək eləyirmi? Dövlət gəlib kömək eləyirmi? Son ildə nə qədər kömək eləyir? Və bundan sonra kömək gözləyirsiniz yenə? Elə deyim, yəni indiyə qədər dövlətin bu məsələdə, bu prosesdə sadəcə bir növ mediatorluq rolu olubdur. Yəni bizim iradlarımızı göndərmişik ona, onlar şirkətə yollayıbdır, artıq bu prosesi həll edin. Yəni özü gəlib, nə problemimiz var, həll edin. Belə bir məsələ heç vaxt olmayıbdır. Bu, təbii ki, öz növbəsində suallar yaradır ki, yaxşı biz kimə güvənək? Bu bölümümüzdə iri bir kapital hegemoniya var və bunun təsiri altındayıq. Yəni o sadəcə öz biznesini genişləndirmək, öz biznes maraqlarını artırmaq üçün fəaliyyət görür, amma təbii ki, nə bizim hüquqlarımızı qoruyan bir subyektdir, nə də başqa bir şey. Yəni bizim hüquqlarımızı dövlət qoruya bilər və təəssüf ki, biz dövləti burada sadəcə prosedural olaraq görürük. Yəni gəlib nə baş verir, araşdıraq. Düzdür, monitoringdir, o nəticələri gəlib baxırlar, cərimələr falan yazırlar, amma gəlib xalqla danışmaq, belə iştirakçılıq məsələlərində nəyəsə təsir göstərmək, bunu görmürük. Dövlət var və eyni zamanda yoxdur. Eyni zamanda yoxdur. Aydındır. Çox sağ ol Şöhrət. Bir də biz yenə görüşəcəyik bir müddət sonra. Bir müddət dediyim yəqin ki 6 ay olar, 1 il olar, amma düşünürəm ki, Dəllər kəndinin bu misalı, vəziyyəti bir çox kəndə həm dərs, həm də ümid olmalıdır ki, böyük dəyişiklik olsa burada olacaq və digər kəndlərə də mənfi dəyişiklik yox da müsbət dəyişiklik keçirməlidir. Necə ki, Dəllərdəki insanların etirazları, tələbləri və onlar hüquqlarının üzərində durulması ki, biz sağlam mühitdə yaşamaq istəyirik. Bəli, ən əsası da odur ki, yəni öz hüquqlarımızı bilək ilk növbədə, yəni özümüzü vətəndaş kimi hiss eləyək. Yəni biz bu ölkənin vətəndaşıyıq və ən əsas hüquqlarımızdan biri olan ətraf mühit, yəni təhlükəsiz ətraf mühitdə, sağlam mühitdə yaşama hüququmuzu bilək və məlumat alaq. Yəni ətrafımızda nə baş verir? Yəni hər şey elə oradan başlayır və məlumat alsaq, qalan digər hər bir prosesdə iştirak edəcəyik və sözümüzü də deyəcəyik və artıq nə qədər əhəmiyyətli bir məsələ ilə üz-üzə qaldığımızda dərk edəcəyik və bundan sonraki proseslər məncə və ümid edirəm ki, daha yaxşı olacaqdır. Təşəkkür edirəm. Təşəkkürlər.